Övladımızın inkişafında nələrə fikir verməliyik? Əsas nədir? Əsasən necə yanaşmalıyıq? Bayaq vurguladığımız kimi adına reaksiyadır, söz ehtiyatının olmağıdır. Hətta biz bəzən körpədir deyə düşünürük ki, 2 yaşında, 3 yaşında nitqin açılmağı normaldır, amma yaş yarımlı uşağın 30-40 söz ehtiyatı olmalıdır. Yəni artıq 2 yaşından uşaqda bəsit olsa belə 2 sözdən ibarət cümlələr qurmalıdır və təəssüflər olsun ki, biz inkişaf mərhələlərində nələrə fikir veririk? Daha çox kartlara, kartlardakı rənglərdir, meyvələrdir, heyvanlardır, bunların adlandırılmasına fikir veririk. Amma daha çox bizimlə ünsiyyətə üstünlük verməliyik və ən önəmli məqam da mənim hal-hazırda 0-3 yaş aralığında uşaqları ekranlardan uzaq tutmalıyıq. Yəni daha çox bizim bacardığımız qədər. Bəli. Sözsüz ki, əlbəttə indi hər kəsin əlində telefondur, ekrandır, aydındır. Amma olan problemi ekran daha da qabarıqlaşdırır. Bəlkə bir belə deyim, müəyyən cüzi bir ləngiməmiz var, amma ekran asılılığı, ekranda daha çox vaxt keçirməyə uşağın inkişafına daha da problemi qabarıqlaşdıracaq. Və yaxud uşağın inkişafında problem var, başlayır bizi yox da izlədiyi cizgi filmdəki qəhrəmanı təqlid eləməyə, onun kimi danışmağa, onun kimi oyunlar oynamağa. Bu da əlbəttə ki, uşağımızın inkişafını geri salır.